Salam dəyərli analar. Mən də istəyirəm. Niyə onda var, məndə yoxdur? Bu ədalətli deyil. Bu cümlələr yəqin ki, sizə çox tanış gəlir, elə deyilmi? Gəlin bugün birlikdə araşdıraq, görək uşaqlar niyə bəzən heç nədən razı qalmır və ən əsası, onların qəlbində o paxıllıq hissinin yerinə minnətdarlıq toxumlarını necə əkə bilərik? Bax, bu sual, yəqin ki, hər birimiz bir nöqtədə özümüzə vermişik. Övladınızın gözlərinin daim başqalarının əlində olması, o bitməyən kaş məndə də olaydı söhbətləri, həqiqətən də bir valideyn üçün çox yorucu ola bilər. Amma heç narahat olmayın, bunun bir səbəbi var və biz bugün birlikdə bunun kökünə inəcəyik. Yaxşı, gəlin biraz dərinə gedək. Bu bitməyən, daha çox istəyirəm döngəsinin arxasında əslində nə gizlənir? Uşağın o balaca ürəyində hansı fırtınalar qopur ki, belə bir narazılıq yaranır? İlk addımımız məhz bunu anlamaq olacaq. Bilirsiniz, paxıllıq sadəcə kimdəsə olan bir oyuncağı istəmək deyil. Yox, bu daha dərindir. Təsəvvür edin ki, bu uşağın qəlbində heç vaxt olmayan bir boşluq hissidir. Sanki daxildən bir səs ona daim pıçıldayır. Səninki azdır, onunki daha yaxşıdır, həyat ədalətsizdir. Bu, uşağın sevincini uğurlayan bir kölgə kimidir. Və bu kölgənin, yəni paxıllığın bəhrələri, daha doğrusu acı meyvələri bunlardır. Sevincin yerinə alan daimi bir narazılıq, hər şeyə qarşı bir əsəbilik, bir qıcıqlanma, heç nəyin ləzzət vermədiyi bir boşluq hissi. Və ən pisi odur ki, uşaq daim özünü nədənsə məhrum edilmiş kimi hiss edir. Sanki bütün dünya kef çəkir, bir tək o əziyyət çəkir. Yaxşı, bəs bu zəhərli sarmaşığı kökündən qoparıb atmaq mümkündürmü? Onu kəsib atmağın bir yolu varmı? Əlbəttə ki, var və onun dərmanı paxıllıqdan qat-qat, amma qat-qat güclü olan bir hissdir. Minnətdarlıq. Minnətdarlıqsa, bax o, tamamilə başqa bir şeydir. Paxıllığın sanki güzgüdəki əksidir. Əgər paxıllıq qəlbdəki boşluqdursa, minnətdarlıq qəlbi ağzına qədər dolduran bir zənginlik, bir toxluq hissidir. Bu, mən buna layiq olduğum üçün yox, sadəcə mənə lütf edildiyi üçün sahib olduqlarımın dəyərini bilməkdir. Bu, insanın içində daşıdığı əsl xəzinədir. Və baxın, bu fikir əslində hər şeyin təməlini, kökünü göstərir bizə. Bir uşağın sevə bilməsi, minnətdar ola bilməsi üçün əvvəlcə özünün o sevgini doyunca dadması lazımdır. Bizim ana olaraq ən böyük rolumuz evladımızın o sevgi qabını ilk dolduran insan olmaqdır. Çox gözəl. Bəs bütün bu nəzəriyyəni real həyata, gündəlik həyatımıza necə tətbiq edə bilərik? Gəlin, indi minnətdarlıq binasının təməlini qoyan o 3 əsas valideynlik alətini, 3 əsas bacarığı birlikdə kəşf edək. Bu 3 bacarığı gəlin 3 ayaqlı bir stul kimi təsəvvür edək. Birincisi, vermək, yəni sevgi, qayğı, təhlükəsizlik vermək. İkincisi, məhdudlaşdırmaq, yəni sağlam sərhədlər qoymaq, yox deməyi bacarmaq. Və üçüncüsü, dəstəkləmək, yəni o sərhədləri qoyanda belə sevginizi göstərmək. Baxın, bu ayaqlardan biri olmasa, bütün stul aşar. Tarazlıq mütləqdir. Və gəldik çox vacib bir məqama. İnanın mənə, əgər övladınız sizin yox cavabınıza qəzəblənirsə, ağlayırsa, bu sizin pis ana olduğunuz anlamına qətiyyən gəlmir. Əksinə, bu onun normal inkişafının bir hissəsidir. Unutmayın, sərhədlər qoymaq sevgisizlik deyil, əsl qayğıdır. Bu çətin anlarda övladınızın məyusluğu ilə üzləşmək, ona əslində həyatı öyrətmək deməkdir. Bax, bu cümlə əslində sehirli bir gücə malikdir. Səni başa düşürəm dediyinizdə, onun istəyini yerinə yetirməsəniz belə, onun hisslərini təsdiqlədiyinizi, qəbul etdiyinizi göstərirsiniz. Bu, uşağın qəlbindəki fırtınanın ortasında özünü tək hiss etməməsi üçün sanki bir qucaqlaşmadır. Buradakı əsas mesaj nədir? Demək istəyirik ki, mənim yoxum sənin istəyinədir, sənə deyil. Mən sənə sərhədlər qoya bilərəm, qaydalar qoya bilərəm, amma mənim sevgim və dəstəyim həmişə istisnasız səninlədir. Qaydalar dəyişə bilər, amma bizim aramızdakı o bağ əsla dəyişməzdi. Və bu cədvəl axtardığımız o incə tarazlığı mükəmməl şəkildə göstərir. Baxın, bir tərəfdə sərhədlər var, amma sevgi yoxdur. Bu, qəddarlıqdır. Digər tərəfdə isə sevgi var, amma sərhəd yoxdur. Bu da hər şeyə icazə vermək, yəni özbaşınalıqdır. Bizim məqsədimiz bu iki ifratın ortasındakı qızıl yolu tapmaqdır. Yaxşı, bəs belə bir sual ortaya çıxır. Uşağın hər istəyi paxıllıqdırmı? Əlbəttə ki, yox.
Bizim valideyn olaraq ən vacib vəzifələrimizdən biri də o dağıdıcı paxıllıqla inkişafa təkan verən sağlam arzunu bir-birindən ayırmaqdır. Gəlin indi aradakı fərqi aydınlaşdıraq. Fərq əslində gecə ilə gündüz qədər aydındır. Baxın, paxıllıq səthidir, onda var, məndə də olsun deyir və heç bir məmnunluq gətirmir. O, heç bir yerə aparmayan qaranlıq bir dalandır. Həqiqi arzu isə dərindir, səni hərəkətə keçirir, səy göstərməyə, inkişaf etməyə təşviq edir. Bu, insanı daha yaxşı bir versiyasına çevirən işıqlı bir cığırdır. İndi gəlin kiçik bir sınaq edək. Təsəvvür edin, bir uşaq deyir ki, onun elə maşını var, mənim yox. Bu ədalətli deyil. Sizcə bu paxıllıqdır, yoxsa arzu? Tamamilə doğru. Bu klassik paxıllıqdır. Çünki bütün fokus məndə niyə yoxdur sualındadır, mən onu necə əldə edə bilərəm sualında deyil. İndi isə gəlin tamamilə fərqli bir senariyə baxaq. Uşaq kiminsə gitarada çaldığını görür və deyir, "Vau, mən də belə çalmaq istəyirəm. Görəsən, məşq etsəm, mən də bacararam." Bax bu, sağlam arzunun ta özüdür. Çünki burada kaş yoxdur. Burada necə edə bilərəm sualı var. Bu, böyüməyə və zəhmət çəkməyə ilham verən yaradıcı bir qığılcımdır. Beləliklə, bütün bu əməyin, bu səbrin sonunda biz övladımızın həyat çantasına əslində nə qoymuş oluruq? Bu tərbiyə yolu ilə ona hansı fundamental həyat dərslərini öyrədirik? Biz onlara əslində bir neçə həyati dərs öyrədirik. Birincisi, dünya onların ətrafında fırlanmır. İkincisi, arzu etmək, xəyal qurmaq və məqsədlərə çatmaq üçün çalışmaq gözəl bir şeydir. Üçüncüsü isə, xoşbəxtlik üçün hər şeyə sahib olmaq şərt deyil. Elə indi, bu an belə, minnətdar olmaq üçün yüzlərlə səbəb var. Bax, bu dərslər onlara həyatın bütün eniş-yoxuşlarında möhkəm dayanmağa kömək edəcək. Və bu qədim müdrilik bizə bir daha xatırladır ki, həyatda əslində iki yol var. Məğrurluq və bu mənim haqqımdır düşüncəsi insanı təkləyir, tək qoyur. Təvazökarlıq və minnətdarlıq isə əksinə qapıları açır və həyata bərəkət gətirir. Biz valideyn olaraq övladımıza hansı yolu göstərmək istəyirik? Seçim bizimdir. Və söhbətimizi bir sualla yekunlaşdırmaq istəyirəm. Birbaşa sizə ünvanlanmış bir sualla, bu həftə övladınızda minnətdarlıq hissini artırmaq üçün atacağınız ilk kiçik, amma konkret addım nə olacaq? Bəlkə birlikdə şükür etdiyiniz 3 şeyi sayacaqsınız, ya da bəlkə sadəcə bir təşəkkür edirəm kəlməsinin dəyərini xatırladacaqsınız. Unutmayın, böyük dəyişikliklər məhz bu kiçik addımlarla başlayır. Vaxt ayırdığınız üçün təşəkkürlər.